Azərbaycan Yazıçılar Birliyinin Natəvan zalında görkəmli ədəbiyyatşünas, yazıcı, şair, publisist və dramaturq Qərib Mehdinin anadan olmasının 90 illiyinə həsr edilmiş ədəbi bədii tədbir keçirildi. Tədbirdə ədəbi ictimaiyyət nümayəndələri, ziyalılar, media təmsilçiləri, Qərib Mehdinin yaratdığı İlham Ədəbi Məclisinin üzvləri, dostları və doğmaları iştirak edirdi. Azərbaycan Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli tədbir açıq elan edərək Qərib Mehdinin zəngin yaradıcılıq yolundan, Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən danışdı. Sonra o, tədbiri aparmaq üçün sözü şair, jurnalist Qəşəm Nəcəfzadəyə verdi. Qəşəm Nəcəfzadə Qərib Mehdinin Azərbaycan ədəbiyyatındakı yeri, onun rəhbərlik etdiyi İlham Ədəbi Məclisinin fəaliyyəti, yeni nəsil qələm sahiblərinin formalaşmasındakı xidmətlərindən bəhs etdikdən sonra sözü çıxışçılara verdi. Bugün biz yığışmışıq çox görkəmli ədəbi sima, ədəbi şəxsiyyət Qərib Mehdinin anım gününə, həm də bir yubiley anım günüdür bu. Eyni zamanda onun 90 illiyi ilə bağlı bu tədbirdə onun qələm dostlarının, yaxınlarının, doğmalarının bir yerə cəmləşməyində məqsəd Qərib müəllimi bir şəxsiyyət kimi, bir ədəbi şəxsiyyət kimi, bir insan kimi xatırlamaqdır. Onun cilt-cilt əsərlərini, onun yaratdığı obrazları xatırlamaqdır. Onun insanlara göstərdiyi o qayğını, o diqqəti xatırlamaqdır. Və indiki halda Qərib müəllimin əsərlərinin əlbəttə əksəriyyət çap olunubdur, nəşr olunubdur kitabları. Amma arzum budur ki, hansısa bir yarımçıq əsəri varsa Qərib müəllimin, onu bizim də hamımızın köməyi ilə nəşr olunmağına nail olaq. Çıxış edənlər qeyd etdilər ki, Qərib Mehdi çoxşaxəli yaradıcılığı ilə Azərbaycan ədəbi mühitində özünə məxsus yer tutur. Onun əsərlərində milli mənəvi dəyərlər, vətən sevgisi və insan taleyi yüksək bədii ustalıqla əks olunub. Azərbaycanımızın çox gözəl bir yazıcısı və mənim də 70-ci illərdən üzbəri, hətta orta məktəb illərindən mən adını eşitmişdim və 70-ci illərdən üzbəri də tanımağa başladım. Mən hekayələrini, povestlərini həmişə sevə-sevə oxumuşam. Qəribə bir cazibə var idi, qəribə bir kolorit var idi onun hekayələrində, povestlərində. Onun hekayələri elə bil boyuna biçilmişdi. Yəni o qədər özünə məxsus idi, o qədər ləzzətli idi, dadı, duzu özündə idi ki, yəni oxuyan zaman dərhal bilirdin ki, müəllifi Qərib Mehdidir. Onun Qərib Hey adlı bir hekayəsi idi. O hekayə çox maraqlı bir mövzuya həsr olunmuşdu. Yəni bir qədər də özünün o şəxsi taleyi ilə bağlı idi. Tədbirdə vurğulandı ki, Qərib Mehdi təkcə nasir, şair və publisist kimi deyil, həm də gənc qələm adamlarının formalaşmasına dəstək olan, onlara yol göstərən ziyalı şəxsiyyət kimi xatırlanır. Qərib Mehdi mənim xatirimdə İlham Ədəbi Birliyinin rəhbəri kimi qaldı. Mənim ilk tanışlığım da o zaman Gəncədə oldu. Və mən Gəncə ədəbi mühitinin nə qədər ciddi bir camiə olduğunu başa düşdüm. İndi də yaradıcılığımda hesab edirəm ki, mənim şeir aləminə, poeziya aləminə gəlməyim Qərib Mehdinin sayəsində oldu. Və heç vaxt mən onu unutmadım. O da məni unutmadı eyni zamanda. Bütün yazılarıma sayğı ilə yanaşdı. Həmişə Gəncəyə gedəndə hökmən onunla görüşürdüm, söhbət edirdim və o da Bakıya gələndə hər zaman bizə düşürdü. Və mənlə kifayət qədər ünsiyyət saxlamağa çalışırdı. Onun Çınar günü əsəri hesab edirəm ki, ekologiya mövzusuna yazılmış ilk əsərlərdən, bəlkə də ilk əsərdən biri idi. Amma o zaman hələ ekoloji demək mövzu bu qədər geniş vüsət almamışdı. Söhbət 80-ci illərdən gedir. Tədbirdə Daxili İşlər Nazirliyinin ehtiyatda olan zabiti, Azərbaycan Ağsaqqallar Şurasının Gəncə şəhər təşkilatının sədr müavini Ramiz Sadıxov tərəfindən Qərib Mehdinin 90 illik yubileyi münasibəti ilə hazırlanmış plaket yazıçının ailə üzvlərinə təqdim olundu. Qərib Mehdini mən tanıyıram, yaxın qohumlarımın vasitəsilə Gəncədən. Altay Məmmədov, Mahir Rəfibəyli və qardaşım Çingiz tərəfindən özüm Qərib Mehdi ilə şəxsən tanış olmuşam. Dram teatrda, Cəfər Cabbarlı adına dram teatrda və onun əsərləri, onun danışıqları hər dəfə yadımda və
nəzərimdə qalıbdı. Mən Qərib Mehdinin istirahət vaxtlarında da yoldaşlarla söhbət edəndə o hansı məclisdə olurdu, o məclis həmişə şən keçdiyini görmüşük. Yubiley tədbiri boyunca Qərib Mehdinin zəngin yaradıcılıq irsi, ədəbi və ictimai fəaliyyəti ilə bağlı xatirələr səsləndirildi. Onun Azərbaycan mədəniyyətinə və ədəbiyyatına verdiyi töhfələr yüksək qiymətləndirildi. Sonda yazıçının nəvəsi Nuray Mehdiyeva ailə adından Azərbaycan Yazıçılar Birliyinə, tədbirin təşkilatçılarına və yubiley mərasiminə qatılan qonaqlara minnətdarlığını bildirdi.